Cəlilabad rayon Həzzabad kənd sakini 41 yaşlı Qəmbər Yusubov döyülərək aldığı bədən xəsarətlərindən dünyasını dəyişib. Hadisə Masallı rayonunun Alvadı kəndində toy məclisində düşən mübahisə nəticəsində baş verib. Məlumata görə Qəmbər Yusubov həmkəndliləri olan iki qardaşla mübahisə zamanı döyülüb. Tərəflərin içkili olduğu deyilir. Toyda olanda çıxıb çölə, onlar da çöldə, onu bilmirəm ki, nə üstə sporlaşıblar. Qardaşımın biri kəlləsini vurub yıxılıb yerə. Yıxılıb yerə, yapışıblar başından, qum var imiş. Götürüblər ağzaşıq elə çırpıblar başına. O birisi də götürüb daşı götürüb arxadan başına çırpanda əlindən alıblar. O da yaman gündə. Götürüb aparıblar Masallıya, böyük xəstəxanaya. Sabahsız günü axşam zəng elədi yoldaşı ki, beləcək qardaşı döyüblər, oğlan da götür gəl. Mən də maşın tapa bilmədim, hamı toydaydı. Qaldı sabahsız günü xəstəxanaya getdim. Gördüm yaman gündədir, göz yat şişib, üz-göz, gömgö, görmür. Dedim çıxma, qal burada, həkim nəzarət altında. Həkim nəzarət altında dedim, qal, qoymalıca getsin. Buna baxmayaraq, o müalicədən imtina edərək evə qayıdıb. Bir neçə gündən sonra vəziyyəti pisləşib və iyunun 5-də Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, Qəmbər Yusubov xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı Cəlilabad rayon polis şöbəsinin keçirdiyi əməliyyatla şübhəli şəxs qismində rayonun Həzzabad kənd sakini 22 yaşlı Babək Şahmarov saxlanılaraq istintaqal təhvil verilib. Cəlilabad rayon sakini Qəmbər Yusubovun aldığı bədən xəsarətlərindən iyunun 5-də xəstəxanada ölməsi ilə bağlı polisə məlumat daxil olub. İlkin məlumata görə mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı o həmkəndlisi 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb. Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Babək Şahmarov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma davam etdirilir. Qeyd edək ki, dünyasını dəyişən Qəmbər Yusubov muzlu işlərdə çalışırdı. Ailəli olan mərhumun 11 və 12 yaşlarında 2 övladı var. Baş verən hadisə ilə bağlı istintaq davam edir.